Qiblə-i aləm 1-ci Erdoğan Sultan. Cahan lideri, böyük hökmdar 1-ci Tayyip Erdoğan qərar verib ki, müxalifətin lideri Əkrəm İmamoğlu'nun boynu vurulsun. Daha doğrusu, mərhəmətli olduğu üçün onun boynunun yox, diplomunun vurulmasına qərar verib. İmamoğlu və tərəfdarları şokdan ayılmamış, padşah bu dəfə onun azadlığının vurulmasına qərar verib. Deyib ki, sən azadlıqda dinc qala bilmirsən. İstanbul'un meri olduğun halda ya şərqdə, ya qərbdə peyda olursan. Gündə bir miting keçirib, cəmaatı yoldan çıxarırsan. Mən bu qoca yaşımda belə tempi qaldıra bilmirəm. Odur ki, gəl, biraz sənə əl gəzdirim. Beləcə 16 milyonluq nəhəng İstanbul şəhərinin seçilmiş rəhbəri həbs olunub. Əslində indiyə qədər Erdoğan'ın özünün diplomu barədə ciddi şübhələr var idi və bir çox ekspertlər onun ali təhsilsiz olduğunu deyirdilər. İndi isə Erdoğan ədalətlə olsa gərək rəqibini diplomdan məhrum etməklə şərtləri necə deyərlər eşitlədi. Ancaq bir məsələ var ki, aralarında 20 ilə qədər yaş fərqi mövcuddur. Biri orta yaşlı, o birisi isə ahıl yaşlıdır. Bax, bunu eşitləmək üçün gərək Əkrəm bəy uzun illər həbsdə qalıb qocalsın. Erdoğan üçün bu nədir ki? O, bütün ölkəni 22 ildir ki, eşitləməklə məşğuldur. Amma və lakin Türkiyədə baş verən bu əcaib hadisələrə bizim cəmiyyətin reaksiyası bəlkə də hadisələrin özündən də əcaibdir. İndiyə qədər Erdoğan'ı Türk dünyasının lideri, xalqın sevimlisi adlandıran müdrik cəmaatımız əməlli başlı girinc vəziyyətə düşüb. Xalqın sevimlisi hansısa bir siyasətçini niyə durduğu yerdə həbs edib millətdən gizlədir ki? Türk dünyasının lideri niyə Türk xalqının etirazlarına qarşı polisə arxalanır ki? Cəmiyyətimizin düşdüyü situasiya deyəsən Türkiyənin durumundan daha qəlizdir. Amma yox, bəzi dahi şərhçilərimiz vəziyyətdən çıxış yolu tapıblar. Onlar artıq İmamoğlu'na ABŞ-nin qərbin adamı, agent damğası yapışdırıblar. Yəni ki, Erdoğan onu ram etməsəydi, ölkəni köçkünə qoyacaqdı. Türkiyənin axırına çıxacaqdı. Sən bir işə bax. 16 milyon İstanbullunun ardıcıl ikinci dəfə seçdiyi və 6 ildir ki, ölkənin ən böyük şəhərini idarə edən bir adam anidən terrorist olur, korrupsioner, fırıldaqçı çıxır və faktiki olaraq xalqın iradəsi qəsb olunur. Etiraz edən yüz minlər isə polis gücünə dağıdılır. Ölkə bir gündə azı 5 il geriyə gedir. Milli valyuta çökür. Amma sən demə ki, Erdoğan bütün bunları ölkənin yaxşılığı üçün edir. Yəni Erdoğan ölkəni geriyə atmasaydı, onsuz da bunu İmamoğlu edəcəkdi. Hə də, dağıtmaqdırsa, qoy da özümüzünki dağıtsın. Ona halaldır, ona qurbandır hər şey. Əhsən belə məntiqə. Necə deyərlər, hər vəziyyətdən çıxış yolu var. Erdoğan fanatı olub, sonra da pazor olmağın altından da qalxmaq mümkündür. Rəisin Azərbaycanlı fanatlarına da bunu bacardıqları üçün eşq olsun. Milli fanatlarımız elə Erdoğan'ın özü kimi əməlli başlı terminator imişlər. Zarafatsız, Erdoğan'ın bircə seçkiləri ləğv edib özünü sultan elan etməsi qalmışdı. Buraya qədər hər şeyi etmişdi. Əslində onun hələ prezidentliyə başlayarkən 100 milyonlarca dollara başa gələn 1150 otaqlı saray tikdirməsindən bəlli idi ki,
bu işin axırı padşahlığa gedir. Onun edə bilmədiyi yeganə şey seçkiləri ləğv etmək idi. Artıq ölkənin ən böyük şəhərinin seçkisini ləğv etməsi və üstəlik də özünə hər cür səlahiyyəti verməsi, hətta müxalifət partiyasına rəhbər qoymaq səlahiyyətinin verməsi o deməkdir ki, Türkiyədə seçki də tarixə qovuşur. Artıq ölkədə hər bir şeyə padşah qərar verəcək. Necə deyərlər, yeni Osmanlıya xoş gəldiniz. Qiblə-i aləm 1. Erdoğan Sultana eşq olsun. Amma bizdən deməsi, Sultan sabah elə bir fərman çıxara bilər, elə bir qərar verə bilər ki, onun hamıdan axıra qalan Terminator kimi yenilməz Azərbaycanlı fanatları da yerli dibli göylərə sovrula bilər. Sultan, məsələn, Ermənistanla sərhədi aça bilər. Necə ki, artıq bir neçə günlük də olsa açılıb. Yeri gəlmişkən, Əkrəm İmamoğlu bir neçə ay öncə rəsmi Bakı tərəfindən səfərə dəvət olunmuş və Azərbaycanlı vəzifədaşı ilə görüş keçirmişdi. Yəni, yerli və milli trollarımızdan biraz daha elastikli və çevik olmasında fayda var. Bilmək olmaz, sabah bəlkə də antennanı İmamoğlu'na çevirmək lazım gələcək.